Amma elə hamı ümumi danışır, o belə idi, sifətini gizlədirdi. Hətta bu günləri dostlar, Etibar Məmmədov danışıb açıqlama verib. Keçmiş Xarici İşlər Naziri Həsən Həsənov açıqlama verib. Ən maraqlısı Elman Nəsirovun açıqlamasıdır, əziz dostlar, deyəsən Ramiz Mehdiyevi günahkar çıxartmadı, xaricdə oturan, bilmirəm, blogerlər, jurnalistlər, kimlərisə yenə hədəf alıb ki, Ramiz Mehdiyevlə bağlı elə bir ki, sanki günahı onlarda görür. Hər halda veriş əsnasında biz danışacağıq, dostlar. Ənənəvi xahişimiz var, kanalda olanları verişi bəyənin, paylaşın. Kanala da abunə olmağı unutmayın. Dostlar, məlumatınız var, yəqin ki, İlham Əliyev Qazaxstanda səfərdədir. Qazaxstanda rəsmi səfərdə olan prezidenti İlham Əliyev bir sıra görüşlər keçiribdir. Həmin ölkənin başçısı ilə birlikdə Prezident İlham Əliyevin şərəfinə baş tutan ziyafətdə Ümumilli lider Heydər Əliyevin sevimli mahnısı Alagöz mahnısı səsləndirilib. Mahnının ifası zamanı fonunda Ulu Öndərin İlham Əliyevlə birgə kadrlarda nümayiş olunub, sayt yazır. Bununla yanaşı ziyafət zamanı Qazax ifaçı Tut Ağacı mahnısını da səsləndirib. Və dostlar, İlham Əliyev Qazaxstanın milli geyimində belə bir başlıqlı xəbər yayılıbdır. Qazaxstanda dövlət səfərində olan Azərbaycan Prezidenti İlham Əliyevə hədiyyə təqdim olunub. Qazaxstan Prezidenti Kasım-Jomart Tokayev dövlət başçısına ölkənin milli geyimini hədiyyə edibdir. Yəni ki, videodan da görürsünüz, görüntülərdən də görürsünüz. Və prezidentlər mətbuata bəyanatlarla çıxış edibdir. Qazaxstanın paytaxtı Astanadakı Akorda Prezident Sarayında Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi qarşılanması ilə bağlı biz dünən danışmışıq. Və Qazaxstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıbdır. Mətbuatın qarşısında bəyanatla çıxış edibdir və dostlar, İlham Əliyevin açıqlamaları var. Ermənistanla bağlı. Demək, Azərbaycan Ermənistanın yüklərin tranzitə dair bütün məhdudiyyətləri aradan qaldırıb. Bugün yeni mərhələ başlayır. Ermənistanla hətta deyərdim ki, yeni dövr başlayıb. Azərbaycanla Ermənistan arasında sülh dövrü. Bu sözləri Prezident İlham Əliyev Qazaxstan Prezidenti Tokayev ilə görüşündə deyib. Demək, Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb və ilk belə tranzit yük Qazaxstan taxılının Ermənistana daşınması olub. Zənnimcə bu həm də Azərbaycan ilə Ermənistan arasında sülhün artıq kağız üzərində deyil, həm də praktikada olduğunun yaxşı göstərisidir deyə İlham Əliyev bildirib. Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb və ilk belə tranzit yük Qazaxstan taxılının Ermənistana daşınması olub. Hər halda əziz dostlar, hər kəs arzulayır ki, iki dövlət arasında yəqin ki, sülh bağlansın. Bu günləri bilirsiniz, Gümrüdə Ermənistanın bəzi yerlərində həbslər gedir, dövlət çevrilişinə cəhddə adları çəkilən bəzi şəxslər var, Sarkisyanlar, Köçəryanlar, bir sözlər revanşist qüvvələr hakimiyyətə can atırlar, müharibə ultimatumu səsləndirirlər və hətta onlar belə düşüncədədirlər, belə fikirlər səsləndirirlər ki, əgər Paşinyan hakimiyyətdən gedərsə, Köçəryan və yaxud da ki, Sarkisyan hakimiyyətə gələrsə, şəxsən Koçaryanın açıqlamasında deyilir ki, onlar bu sülh müqaviləsinin indiyə qədər olan danışıqları heçə sayacaqlar. Ona görə də dostlar, nə qədər sülh müqaviləsi tez bağlansa, bir o qədər yaxşıdır deyə düşünürəm.
Əziz dostlar, dəyərli tamaşaçılar, kanalda olanlar hərəniz bir dəfə bəyənmə işarəsi verin və bugün düşünürəm ki, çox maraqlı verilişimiz olacaq. Elman Nəsirovdan danışacağıq və bir də dostlar Ramiz Mehdiyevi gündəmdən bir tərəfdə gündəmdə saxlayırlar, digər bir tərəfdə gündəmi dəyişirlər. Məsələn, dünən biz bu barədə danışdıq. AXCP fəalları ilə Kəramat Böyükçöl arasında söz atışması, bu barədə dünən biz danışdıq. Amma bugün yeni bir cəbhə açılıbdır. Sanki, əziz dostlar, müxalifətdə bir fəallaşma var. Sanki bəzi müxalifət düşərgəsində hiss olunur ki, bunlar yürüşə hazırlaşır. Amma hara? İqtidar üzərinə deyil, Azadlıq meydanına deyil, şəhərin hər hansısa bir yerində toplaşmalı deyil. Elə bil ki, Kəramat Böyükçölün motorsuz avtobusuna qarşı bir yürüş başlayıb. Dünən də Real Partiyasının keçmiş sədri İlqar Məmmədovla Kəramat Böyükçöl arasında bir söz atışması olubdur. Əziz dostlar, Kəramat Böyükçölü tanıyırsınız, bilirsiniz. İndi atasının açıqlaması var, onu mən diqqətcə çatdıracağam. Sanki 2-3 partiya, partiya şəklində Kəramat Böyükçöl üzərinə söz hücumu, nə bilim, ölü qoymurlar, diri qoymurlar. Baxın dostlar, mən həmişə deyirəm, müxalifət yoxdur. Və qınamıram, günah müxalif partiyaların sədrlərindədir, xalqdadır, kimdədir, mən onu qınamıram. Sadəcə olaraq, əgər müxalifət partiyaları bir Kəramat Böyükçöllə bacarmırlarsa, nə gözlərisi onlardan? Hakimiyyətə gələcəklər, vəd verəcəklər, pensiya yaşı azalacaq, pensiyanın məbləği çoxalacaq. Neçə ildə işlədir bu sözləri? Yəni, bugün Azərbaycan müxalifəti və belə deyək də, ən aparıcı simalar Kəramətin bir statusuna dözməyib çat verirsə, yəni bunlar bunu bilərəkdən mi edirlər, bilmərəkdən mi? Yox. Kəramətə dövlət avtobus verib, nə bilim, Elmlər Akademiyasının bağında kitab satır. Satır, düz eləyir, satır. Satır, əcəb eləyir, satır. Nə eləməlidir? Kəramat Böyükçöl də gəlib hansısa o partiyalara üzv olmalıdır, acından günorta durmalıdır, gedib çayxanalarda gəzməlidir. Evə gedəndə kimləsə 1 manat, 2 manat yol pulu, avtobus üçün pul almalıdır. Belə, siz belə öyrəşdiribsizdə müxalifətçi olmağı. Yəni, əgər adamın cibində pul varsa, demək bu müxalifətçi deyil. Pulu yoxsa, demək bu müxalifətçidir. Bu nə anlaşmadır, bu nə... İndi, əziz dostlar, mən elə ilk Kəramat Böyükçöl ilə başlamaq istəyirəm. Rəsul Quliyevdən də açıqlamalar var. Əlbəttə, Ramiz Mehdiyevlə bağlı. İndi açığı deyirəm, dostlar, Ramiz Mehdiyev mövzusundan mən qaçmaq istəyirəm. Ramiz Mehdiyev haqqında o qədər danışırlar, adamı irgəndirirlər. Ramiz Mehdiyev sənin diplom verir, vəzifə verir, deputat kürsüsünə səni gətirir. Və bu günləri durub danışırlar ki, bəs dövləti cinayət filan, bu belə. Yenə deyirəm, ortalıqda bir fakt hələ yoxdur. Hamı bilir ki, Ramiz Zeynalov yox, nədir o? Mehdiyev, Ramiz Mehdiyev. İndi Zeynalovun adı çəkilir. İndi Ramiz Zeynalov var, DYP general. Dövlət yox olsa, onun da arada adın, qardaş oğlunun filan yerdə villaları var, nəyi var, nəyi yox. İndi vaxt gələcək. Kim Azərbaycanda vəzifədən gedirsə, salamat getmir. Yığdıqların salamat yemir. Baxın, bu pulun sahibləri var. Dostlar, bu pulun sahibləri var. Bu əlindən alırsan, o biri əlindən verirsən. O əlindən alırsan, bu əlindən verirsən. Axırda hər iki əlini qandallayıb göndərirlər səni. Uzaq olun, rüşvətlər uzaq olun. Ay, bədbəxt balaları, bədbəxt. Əziz dostlar, dəyərli tamaşaçılar, kanalda olanlar hərəniz bir dəfə bəyənmə işarəsi verin və elə
İlk olaraq da danışaq Kəramət Böyükçöllə İlqar Məmmədov arasında mövzudan danışaq. Nə baş verir? Kəramət Böyükçöllə İlqar Məmmədov arasında qarşıdurma və hətta bu qarşıdurmaya keçmiş deputat Etibar Əliyev də qoşulub. Etibar Əliyev sabiq deputat. Çox xahiş edirəm, fikirlərinizi yazın. Kəramət Böyükçöllə bağlı, İlqar Məmmədovla bağlı, Fuad Qəhrəmanlı, AXCP. Burada dostlar, özlə müzakirələr gedir. Mən açıq deyirəm, artıq Ramiz Mehdiyev mövzusun kölgədə qoyublar. Kəramət Böyükçölü zəif bir üzərinə gedirlər, amma tək Kəramət Böyükçöl bir yazısıdır. Əlində kitab satır, kitab sərgilərində görürəm, alın təri ilə pul qazanır. Yox, Kəramətən bir dənə motoru olmayan avtobusu var, dəqiqədə başına qaxınc edirlər. Bu olmaz axı. Yaxşı, necə? Müxalifətçi necə olmalıdır? Sərbəst söz deyən necə olmalıdır? Demokratik düşüncəli insan necə olmalıdır? Ac olmalıdır, səfil günündə olmalıdır. Bu ənənəni ləğv eləmək lazım. Xaricdə baxırsan, kimsə partiyanın üzvüdür, filan vəzifədə işləyir, amma sən əqidəndə düz ol, əməlində düz ol. Neysə dostlar, Kəramət Böyükçöllə İlqar Məmmədov arasında qarşıdurma keçmiş deputat da məsələyə müdaxilə elədi. Yazısı Kəramət Böyükçöl və Real Partiyasının keçmiş sədri, siyasətçi İlqar Məmmədov arasında qalmaqal yaranıb. Proses Kəramət Böyükçölün Facebook səhifəsində yazdığı 3 cümləlik statusla başlayıb. Həmin paylaşımda bildirilir. O gün elmlərdə İlqar Məmmədovla rastlaşdım. Soruşur ki, ta məndən niyə yazmırsan? Dedim, mən ölünün dalınca danışmıram. İlqar Məmmədov yazarın bu statusunu cavabsız qoymayıb və Kəramət Böyükçölü hakimiyyətin sifarişli layihəsi adlandırıb. Hər yeni dövrdə YAP hakimiyyəti Kefli İskəndər roluna yeni bir iddianı qanadlandırıb qabağa verir ki, lazım bildiyi şəxslər onun kefli dili ilə təhqir elətdirə bilsin. 15 il əvvəl qəzet oxunan vaxtlar bu rolda Ustad Mirzə Sakit idi. Dırnaq şərəsisini yazıb Ustad Mirzə Sakit. Əziz dostlar, Mirzə Sakit bugün mühacir həyatı yaşayır. Səhv etmirəmsə, Fransadadır. Satirik şeirlər, satira əvvəl Azadlıq qəzetində işləyirdi. Həbs olundu. Demək, hal-hazırda Fransadadır, yazır. Onu deyir, Mirzə Sakit idi o vaxtlar. Bilmirəm, Mirzə Sakitin bundan xəbəri var, yoxsa yox. Hər halda Mirzə Sakitin xəbəri olsa, yəqin ki, İlqar Məmmədova cavab verər. Davam edirəm, əziz dostlar. İndiyə çoxunuz onun adını da unutmuşsunuz, haqqına. Sosial şəbəkə dövründə isə bu Kəramət Böyükçöldür. Kəramət bir dəfə məni market yumurtası kimi təsvir etdi. Dünən isə yazdı ki, ölmüşəm. Buna oxşar təsvirlərimi hələ həbsimdən əvvəl Mirzə Sakit də verirdi. Yəni, yeni bir şey yoxdur və təəccüblənmirəm. Təkrar edirəm, əziz dostlar, Mirzə Sakit Azadlıq qəzetində işləyibdi, həbs olundu. Həbsi ilə bağlı indinin özündə də qəbul etmir ittihamları və həm də Azadlıq qəzetinin baş redaktoru Qənimət Zahidin qardaşıdır. Satirik yazardı. Mirzə Sakit mühacir həyatı yaşayır. Səhv etmirəmsə, bilmirəm hansı ölkədədir, xaricdədir, bilmirəm. Fransada Qənimət Zahid o Fransadadır, amma Mirzə Sakiti bilmirəm. Davam edirəm, əziz dostlar. İlqar Məmmədov yazır.
Shakespeare'in tamaşa adlandırdığı, demək, Shakespeare'in tamaşa adlandırdığı həyatda quruluşçu rejissor Yap olanda Kefli İskəndər oynanması ən əsas roldur. Güya dərdi böyük, sada oğlan kimi görünürsən. Bu dərəcədə asan olduğuna görə rola iddialar az deyil. Lakin ona yiyələnmək üçün hakim partiyanın bədii şurasından keçməlisən. Kəramət Böyükçöl özünü bu rola Yap bədii şurasından keçirdə bilib. Özünü mədəniyyət adamı bilsə də onunla heç vaxt ünsiyyətim olmayıb və olası da deyil. Təsvirincə sənətdə belə məşhur qaydanın tərəfdarıyam. Bir şeyin əsər olduğunu anlatmaq üçün onu mütləq sərgi divarından asmaq gərəkərdirsə, o əsər deyil. Mədəniyyətin əksər sahələrinə də eyni prinsipi aid eləmək olar. Yap hakimiyyəti şəhərin gür yerində kəraməti qoyub sərgiləyirsə, demək bu, mədəniyyətlə heç bir əlaqəsi olmayan siyasi öhdəlikli layihədir. Heç nəyə baxmayaraq insanlığı və söz azadlığını sevənəm. Bir gün publik siyasətə qayıtsam, seçkidə göstərəcəyiniz iradə ilə dövlət qurumlarına tapşırıq vermək səlahiyyəti qazansam belə, hin qoxan bu cür tipləri siyasi rəqiblərimə qarşı işlətməkdən ötürü ara sıra dispanserə atmaram. Gətirəcəyim fərqi bəyərəcəksiniz. Bunu İlqar Məmmədov Kəramət Böyükçölə yazır, hinə bənzədir, nə bilim nəyə bənzədir, dispanserə düşübdür, onu qaxınc edir. Görək Kəramət Böyükçöl nə cavab verib sosial şəbəkə hesabında İlqar Məmmədova. Kəramət Böyükçöl yazır, yalandan 5000 üzvüm var deyib, gürrələnməklə deyil ki, bir yazısı səni ictimai rəydə darmadağın edib. Hələ bir azad ədalətli seçkidən də danışırsan. Ölkədə normal seçki olsa başındakı 15-20 xəstə düşüncəli adamlardan başqa kimdir sənə səs verən? Azad seçki sənin nəyinə lazımdır? Əmin ol. Azərbaycan xalqı üçün sən heç kimsən, ictimai əyarı sıfıra düşmüş bir adamsan, səni heç dinləyən də yoxdur. Səsin adamın başına düşür. Sənə azad seçki yox. Sənə məhz ədalətsizlik sərf edir ki, bəlkə bir mandatdan zaddan alasan. Mən də prezident olsam, çox istəyərəm ki, sənin kimi bir müxalifətim olsun. Müxalifətəm deyib aldatdığı adamlardan da utanmır. Götürüb status paylaşır ki, kəramət hakimiyyət layihəsidir. Yoxsa onu qoymazlar Elmlər Akademiyasının qabağında kitab satmağa. Sən Azərbaycanı bir yazıçını küçədə kitab sata bilməcə bir ölkə kimi görmək istəyirsən. Azərbaycanın Türkmənistan olmasını arzulayırsan. Ona görə belə danışırsan. Ay İlqar, necə olur sənin partiyana parlamentdə yer verirlər? Hakimiyyət layihəsi olmursan. Amma Kəramət Akademiyanın parkında kitab satır deyə hakimiyyətin adamı olur. Özü də Elçin Qədirli dili ilə deyib ki, mən seçilməmişəm, təyin olunmuşam. Elçin Qədirli də Real Partiyasının üzvüdür. Müxalifət düşərgəsi sayılır. Parlamentdə savadlı şəxsdir Elçin Qədirli. Bu mənim sözlərimdə əziz dostlar. Görək Kəramət nə deyir? Balaca bir avtobusum var, motoru da yoxdur. Hərə bir tərəfdən tökülüb üstümə. Gör, motoru olsa nə eləyərlər? Kəramət Böyükçöl cavab verib, yazıq düz deyir də, bir avtobusu var, kitab satır, motorsuz. İndi onu da deyin ki, motoru olsa oradan qaçarsan. Davam edək. Görək, Real Partiyasının keçmiş sədri bu dəfə yeni status yazaraq Kəramət Böyükçölə cavab verib. Mən öləndən bəri, dırnaq şərəsində, yapın kefləndirdi İskəndər Kəramət Böyükçöl
bir gündə ikinci yazısıdır mənə ünvanladığı əsəri də pozurlar. Bəyəm o ölülərə yox, dirilərə danışmalı deyildi. İkinci yazısında coplayır ki, ədalətli seçki olsa, güya İlqar Məmmədov qələbə qazana bilməz. Milli Məclisin keçmiş deputatı, təhsil eksperti Etibar Əliyev də İlqar Məmmədov Kəramət Böyükçöl qalmaqalına münasibət bildirib, o sosial media hesabında paylaşım edərək yazısının müdafiəsinə qalxıb. İlqar Məmmədov kəramətlə hakimiyyətin layihəsi deyəndə onun akademiyanın həndəvərində kitab satmasına dırnaq şərəsində şərait yaradılmasını nəzərdə tutur. Primitiv düşüncədir. Əslində, kəramətin avtobusu, dönərxanaların, semiçka, su və sigaret satılan köşklərin arasında və azca kənarda Elmlər Akademiyası üçün o azistir. Kəramət səhərdən axşama kimi bu motorsuz avtobusu vasitəsilə kitabı təbliğ edir. Kitabla bağlı vəziyyət o həddə gəlib satıb ki, artıq küçə buknistləri fəaliyyət göstərir. Yazısı Kəramət isə balaca avtobusu ilə kitabı yağışdan və küləkdən qoruyur. Hakimiyyət Kəramətə motorlu avtobus versəydi, inanın ki, o Azərbaycanın rayonları və kəndlərində də kitab təbliğ edərdi. Böyük məmuliyyətlə mən də ona qoşulardım. İlqar Məmmədovun Kəramətin bu nəcib işinə qara yaxması kitabı olan münasibətdir. Bu perspektiv siyasətçi ilin günün bu vaxtında hələ anlamır ki, kitabdan böyük gəlir əldə etmək mümkün deyil. Çünki qiymətlər kitabın arxasında yazılır. O ki, qaldı ölülər məsələsinə, görəsən Kəramətin motorsuz avtobusunda qəbristanlığın sosiologiyası kitabı varmı deyə sabiq millət vəkili Etibar Əliyev yazıb. İndi əziz dostlar, mövzu ilə bağlı Kəramət Böyükçölün atasının da münasibətləri burada var. Münasibət sərgiləyibdir. Mən əvvəlcə əziz dostlar, sizdən bir daha xahiş edirəm, kanalda olanlar verilişi bəyənin, paylaşın, kanala abunə olmayanlar da abunə olsun və hərəniz bir dəfə bəyənmə işarəsi verin, fikirlərinizi yazın ki, yəni bugün ilin günün bu vaxtında Ramiz Mehdiyevin talansılığı ilə, rüşvət almağı ilə bağlı danışılan vaxtda niyə gündəm dəyişilir, niyə birdən-birə yeni bir savaş meydanı açır və indi İlqar Məmmədov hətta burada Mirzə Sakitin də adını çəkir. Mirzə Sakitin də auditoriyası var, oxucuları var və mən düşünürəm ki, Mirzə Sakit də ona cavab verəcək. Görək indi dostlar, Kəramət Böyükçölün atasının açıqlamasını deyək, ondan sonra keçirik Elman Nəsirovun Ramiz Mehdiyev olayında xaricdə kimləri ittiham etdi? Sən demə, günahkar xaricdə oturanlardır. Elman Nəsirovun təbirincə desək, deyir ki, xaricdə oturanların, indi deyəcəm, xariclə bağlı nə deyib, deyəcəm əziz dostlar.